Əməllə ürəyinizdə ata günəş olsun, əziz izləyicilər. Hər bizi salamlayıram. Son günlər sosial şəbəkələrdə mən bəzi insanları, ümumiyyətlə televiziyalarda xoşa gəlməyən bir təbliğat kampaniyası aparırlar. Əslində Azərbaycan Respublikasının son illər əldə etdiyi uğurlar, hərbi uğurlar, xüsusilə siyasi uğurlar və xüsusilə ölkəmizdə insan haqlarının pozulmasına dair Azərbaycana qarşı Avropa Şurasının qətnamələrin qəbul olunması, əlbəttə ki, bəzi məsələlərdə Məhəmməd Əmin Rəsulzadəni, Əbülfəz Elçibəyi, Heydər Əliyevi, İlham Əliyevi və o cümlədən Şah İsmayıl Xətaiyə dil uzadanlar əslində bu millətdən olmadıqlarını bir daha nümayiş etdirirlər. Məsələ burasındadır ki, bugün bizim gəldiyimiz qənaət ondan ibarətdir ki, ümumiyyətlə bu məsələni müzakirəyə çıxaranlar bilsinlər ki, biz tarix boyu, əsrlər boyu əsarətdə olmuşuq, müstəmləkələrdə olmuşuq və bugün bizə müstəmləkəçiliyi təbliğ edən insanlar, 70 il müstəmləkəçiliyi təbliğ edən insanlar bizə yol göstərməyə çalışırlar. Bizim isə onların o yol göstərməyinə ehtiyacımız yoxdur. Azərbaycan gəncliyinin ümumiyyətlə onların bu səviyyədə müzakirəsinə ehtiyacı yoxdur. Ümumiyyətlə mən hesab edirəm ki, bu şəxsiyyətləri hörmətdən salmaq, onlar haqqında xoş olmayan bir ictimai rəy yaratmaq heç kimə fayda vertirmir. Və Elçibəy haqqında, Rəsulzadə haqqında, Heydər Əliyev haqqında, Şah İsmayıl Xətai haqqında çox xoşa gəlməyən bir ictimai rəy yaradırlar. Və ümumiyyətlə bu Azərbaycanda tarixi şəxsiyyətlərimizin qorunmasına ehtiyac var. Və partiyalar çox təəssüflər olsun ki, bu məsələlərə obyektiv bir real münasibət bildirməyiblər. Sual olunur ki, nəyə görə bugün Yeni Azərbaycan Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası ortaq bir mövqedən çıxış eləmirlər ki, axı bu tarixi şəxsiyyətlərə niyə ləkə yaxmaq ehtiyacı var və ümumiyyətlə bu tarixi şəxsiyyətlərə niyə dil uzadılmalıdır? Və mən məsləhət görərdim ki, partiyalar ortaq mövqedən çıxış eləsinlər və məsələlərə eyni fikirdə, eyni münasibət qoyulsun. Rəsulzadə Müsavat Partiyasının, Elçibəy Xalq Cəbhəsi Partiyasının, Heydər Əliyev Yeni Azərbaycan Partiyasının lideri deyil. Onlar Azərbaycan xalqının, Azərbaycan dövlətinin liderilərdir. Və buna görə də mən hesab edirəm ki, Rəsulzadə, Elçibəy və Şah İsmayıl Xətaini müzakirə edən insanlar ciddi şəkildə xəbərdarlıq olmalıdır və onlar barəsində ciddi hüquqi tədbir görülməlidir. Və bu tarixi şəxsiyyətlər toxunulmazlıq statusuna malik olmalıdır. Və bugün görürəm ki, Azərbaycan Saatı proqramında Naxçıvan Muxtar Respublikasının hərbi batalyonunun yaradılmasının, xüsusilə Cənab Prezident İlham Əliyevin, Silahlı Qüvvələrimizin Ali Baş Komandanının və Müdafiə Naziri Zakir Həsənovla bir yerdə bir hərbi andda Azərbaycan bayrağının Heydər Əliyevin, Ulu Öndərin adına daxil edilməsinə Qəlməz Zahid Rəsulzadənin Azərbaycan bayrağının müəllifi olduğunu deyir. Amma tarixin nə vaxt olduğunu deyə bilmir. Noyabr ayının 8-də Azərbaycan bayrağı günü ilə bağlı deyə bilmir. Və üstəlik də Naxçıvan Muxtar Respublikasında
89-cu ildə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında Azərbaycanın dövlət müstəqilliyinin Naxçıvanda elan edilməsinə dair Heydər Əliyevin təşəbbüsünü belə öz efirində yayımlamır. Əgər demokratiyadırsa, həm Məhəmməd Əmin Rəsulzadənin, həm Heydər Əliyevin Azərbaycan bayrağına edilən hörmətin göstəricisi olmasına əsaslanaraq Heydər Əliyevin Azərbaycan bayrağına hərbi anda daxil edilməsinə niyə etiraz edilməlidir məsələsi ortaya çıxır. Əgər Nəriman Nərimanov haqqında hansısa hərbi and daxil edilsəydi və yaxud da hansısa formada deyək ki, hansısa SSR-in rəhbərliyinin adı çəkilsəydi, onda bəlkə də buna şəxsən mən də etiraz edərdim və ciddi şəkildə buna mövqeyimi ifadə edərdim. Amma hər halda Heydər Əliyev Azərbaycan Respublikasının 3-cü prezidenti olub və hərbi andda əlbəttə ki, Azərbaycanın bütün prezidentlərinin, Ayaz Mütəllibovun, Əbfəz Elçibəyin Ali Başkomandan statusu ilə hərbi anda daxil edilə bilər. Hər halda Azərbaycanda əgər Xalq Cəbhəsi partiyası hakimiyyətdə olsaydı, Müsavat partiyası hakimiyyətdə olsaydı, bəlkə də Müsavat partiyasının yaradılmasında əvəzsiz rol oynayan Məhəmməd Əmin Rəsulzadənin adına hərbi and daxil edilə bilərdi və yaxud da Xalq Cəbhəsi partiyası hakimiyyətdə olsaydı, bəlkə də Məhəmməd Əmin Rəsulzadənin adı həkk edilərdi. Bu məsələ əlbəttə ki, partiyaların daxili məsələləri olduğu üçün mən hesab edirəm ki, bu qarşıdurmalara heç bir ehtiyac yoxdur. Və ümumiyyətlə bu mövzuda insanları çaşdırmağa ehtiyac yoxdur. Və təklif oluna bilərdi ki, Azərbaycanın hərbi andına Azərbaycan Respublikasının ikinci prezidenti Əbfəz Elçibəy, Azərbaycan Respublikasının birinci prezidenti Ayaz Mütəllibov və yaxud da Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə və yaxud da Səfəvilər dövlətinin qurucusu Şah İsmayıl Xətainin adına ordenlər, adına bir hərbi and elan edilərdi. Yəni, mənim fikrimcə bu məsələlərə ciddi şəkildə tarixçilərin nöqteyi nəzərdən yanaşılmalıdır. Və heç bir tarixi şəxsiyyəti ayrı seçkilik etməyə məncə ehtiyac yoxdur. Amma çox təəssüflər olsun ki, bugün partiyalar bir qism Əbfəz Elçibəyi inkar edir, bir qism Rəsulzadəni inkar edir, bir qism Heydər Əliyevi inkar edir və beləliklə Azərbaycan tarixinə subyektiv bir yanaşma ortaya qoyulur. Və Şah İsmayıl Xətai haqqında da bu cür situasiya var və insanlar da demokratiyanı bu şəkildə cəhbələşmək kimi başa düşürlər. Halbuki demokratiya bu deyil. Demokratiya hər halda hakimiyyətdə olan seçkilərlə qalib gəlmiş tərəfə də mövqeyini obyektiv və tarixi faktlara əsaslanaraq ortaya qoyulmalıydı. Yaxşı, Qənimət Zahid bilmirmi ki, Məhəmməd Əmin Rəsulzadənin adının qadağan edilməsi ondan qaynaqlanır ki, bugün Məhəmməd Əmin Rəsulzadə 70 il ərzində Azərbaycanda xalq düşməni hesab etdiyimiz Səməd Vurğun, Azərbaycan Xalq Cümhuriyyətinin düşməni Səməd Vurğunun bir çox əsərlərində Rəsulzadə təhqir olunub. Və bilmirmi ki, Məhəmməd Əmin Rəsulzadənin Bakı Dövlət Universitetində abidəsi götürülüb. Qənimət Zahid bilmirmi ki, 20 yanvar metro stansiyasının yaxınlığında Məhəmməd Əmin Rəsulzadənin adı götürülüb, heykəli götürülüb. Və
Bunun çox təəssüflər olsun ki, bugün Qənimət Zahid Məhəmməd Rəsulzadə irsinə aid bir fəaliyyəti belə olmadığı halda, onun haqqında yazılan məqalələr olmadığı halda, yəni onun fəaliyyətində, jurnalistika yaradıcılığında Məhəmməd Rəsulzadənin əziz xatirəsinə hörmət əlaməti olaraq bir istiqamətdə bir fəaliyyəti olmayıb ki, biz ona əsaslanıb deyək ki, bəli, o fikirlərində haqlıdır, o fikirlərində ən azı etiraz doğulacaq məsələdir. Bugün Azərbaycan Respublikasının, Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu nəzərə alsaq, Azərbaycan Respublikasının dövlət bayrağının, üç rəngli bayrağının olması və nəzərə alsaq ki, Heydər Əliyev özü də Məhəmməd Rəsulzadəyə sevgi ilə, hörmətlə yanaşıb və belə bir şəraitdə məncə Heydər Əliyev haqqında da ən azı onun Rəsulzadəyə etdiyi hörmətin müqabilində ona da bu şəkildə münasibət, obyektiv münasibət göstərilməlidir. Amma sual doğuran odur ki, nəyə görə Qənimət Zahid düşünür ki, Rəsulzadə Heydər Əliyev kimi bütləşdirilməlidir və ümumiyyətlə Rəsulzadənin ümumiyyətlə bütləşdirilməyə ehtiyacı varmı? Və ümumiyyətlə Rəsulzadənin bütlərinə mən şəxsən ehtiyac görmürəm. Ona görə ki, Rəsulzadə dövlət rəhbəri olmayıb. Rəsulzadə sadəcə partiya sədri olub, Milli Şuranın sədri olub. Azərbaycanda İstiqlal hərəkatının Çar Rusiyasına qarşı, Sovet Rusiyasına qarşı istiqlal mübarizəsini aparan bir jurnalist olub və bir təşkilatçısı olub. Azərbaycan Kültür Dərnəyinin yaradıcılarından biri olub. Güney Azərbaycanda ana dilimizdə qəzetin yaradılmasında fəal iştirak edib. O cümlədən Azərbaycanın bir çox mətbuat orqanlarının baş redaktorlarından biri olub. Və əlbəttə ki, Rəsulzadə həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu olub. Amma bugün Rəsulzadəyə ona görə nifrət yaratmağa cəhd edirlər ki, Rəsulzadə Rusiya imperiyasına qarşı mübarizə aparıb. Bugün Rusiya imperiyasını tərifləyən Sovet nəsli, Sovet təfəkkürlü insanlar ya Rəsulzadənin təhqir olunmasına rəvac verirlər, ya da təhqir edirlər. Görəsən Qənimət Zahid Sovet keçmişi olan, Sovet tarixindən, Sovet tərbiyəsi almış bir insanın Rəsulzadənin heç bir halda təbliğatına imkan vermədiyi halda bugün Rəsulzadənin hansı əsərlərini öz qəzetində, öz saytında yayımlayıb? Rəsulzadənin hansı jurnalistika fəaliyyətinə dair məqalələri paylaşıb? Baxın onun sosial şəbəkəsində Rəsulzadə haqqında hansı paylaşımlar var? Hansı onun haqqında fikirlər var? Ümumiyyətlə Rəsulzadəyə tənqidi fikirlərinə yer ayırıbmı? Ona görə də Rəsulzadə demokratiyanın bütün mənalarda açıq olan bir insan olub. Ona görə də Rəsulzadənin bizə bəxş elədiyi demokratiya anlayışına zid bir yanaşmadır. Və ona görə zid yanaşmadır ki, 18-ci ildə qurduğumuz dövlət işğal olunub. 1991-ci ilə qədər işğal olunub. Və tarixi həqiqəti inkar eləmək olmaz. Və əgər Qənimət Zahidin mənsub olduğu partiya hakimiyyətdə olsaydı, mən sizə əminliklə deyirəm ki, Rəsulzadə adına hərbi ant da formalaşardı. Və amma əminəm ki, Rəsulzadənin andı mütləq olacaq. Bunun
əlbəttə ki, olması üçün də Azərbaycan Respublikası Prezidentinə məktub ünvanlanmalıdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məktub ünvanlanmalıdır. Amma bu barədə mən Xalq Cəbhəsi Partiyasının, Müsavat Partiyasının bir müraciətini görməmişəm. Və görmək istəyərdim. Əlbəttə ki, onlar bu istəyində israrlıdırsa, bunu əvvəlcədən etməlidirlər. Axı, bütün mənalarda bunlar özlərini səlahiyyətli şəxslər kimi təqdim edirlər. Baxmayaraq ki, Qənimət Zahidinin haqqında prokurorluq cinayət işi açıb və ona görə də mən hesab edirəm ki, Qənimət Zahid bunun acığını Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən çıxmamalıdır. Heydər Əliyev, Rəsulzadə və Elçibəy Şah İsmail Xətai mənim anlamda toxunulmaz şəxsiyyətlərdir. Onlar haqqında xoşa gəlməyən ifadələri mən şəxsən qəbul etmirəm. Təşkilatımız bunu qəbul elə etmir. Yol verilməz hesab edir. Ümumiyyətlə, demokratiyaya uyğun olmayan yanaşmadır. Çünki əgər dövlət protokoluna uyğun olaraq Heydər Əliyevin abidəsi ziyarət olunursa və tarixi baxımdan Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu kimi tanınırsa və ən əsası Azərbaycanın milli azadlıq hərəkatında əvəzsiz rol oynamış və Azərbaycan dövlətçilik tarixində ilk dəfə prezident seçilmiş, xalq tərəfindən prezident seçilmiş Əlfəz Elçibəy olubsa, əlbəttə bunu nəzərə alaraq onların tarixi missiyalarını tarixçilər unutmamalıdırlar. Partiyalar unutmamalıdırlar və onlar əl-ələ verib bu məsələlərə ciddi şəkildə mətbuat konfransı keçirməlidir. Azərbaycan Dövlət Televiziyasına, İctimai Televiziyaya və digər televiziyalara mətbuat konfransı keçirib ortaq bir mövqedən çıxış eləməlidirlər. Mən əminəm ki, belə bir mövqeyi partiyalar nümayiş etdirməlidir və bu məsələlərə, bu qarşıdurmalara son qoyulmalıdır. Yoxsa bu qarşıdurmalara Azərbaycan xalqına, Azərbaycan dövlətinə böyük bir ziyan gətirir. Və düşünürəm ki, hər birimiz, hər bir vətəndaşımız tarixi şəxsiyyətlərimizə hörmətlə yanaşmalıdır. Heç bir tarixi şəxsiyyət təhqir olunmamalıdır. Heç bir tarixi şəxsiyyət iftiralara məruz qalmamalıdır. Və biz bunların arxasında Rusiyanın, İranın olduğunu çox yaxşı bilirik. Çünki bu dövlətlər ölkəmizi əsrlər boyu əsarətdə saxlayıb, işğal eləyib, başqa adlarla işğal eləyib. Ona görə bu işğallara son qoymalıyıq. Bu zehniyyətdə işğala son qoymalıyıq. Və dövlət rəhbərimizə hörmətlə yanaşılmalıdır. Çünki ən azından 2002-ci ildə keçirilən referendumdan ölkənin baş naziri təyin olunaraq, o dövrün konstitusiyasına uyğun olaraq ölkənin prezident səlahiyyətlərinə nail olub, prezident səlahiyyətlərinin icrasına nail olub. Və belə bir şəraitdə prezident seçkilərinin necə keçirilməsindən daha çox hakimiyyətin hüquqi yolla əldə edilməsini fikirləşməliyik. Əlbəttə, hüquqi yol parlamentin səs çoxluğu ilə avqust ayında baş nazir seçilməsi demokratiyanın ən üstün keyfiyyətlərindən biridir. Bunu mən Türkiyədə də dostlarımıza demişəm. Azərbaycan demokratiya ənənələrinə malikdir və demokratiyanın qaydalarına uyğun şəkildə xalq səs verə bilməyəndə, xalq düzgün səs vermə keçirə bilməyəndə belə hüquq əsaslarla, parlamentin iradəsi ilə prezidentlər seçilib, prezidentlər dəyişilib. Ona görə bu mexanizm yalnız Azərbaycanda olub. Türkiyənin özündə bu mexanizm mümkün olmayıb. Türkiyədə baxmayaraq ki, parlament respublikası mövcud olub 2017-ci referendumuna qədər. Amma buna rəğmən Türkiyədə prezidentlər əlbəttə ki, toxunulmazlıq statusuna malik olub. Hələ üstəlik də onlar
cinayət məsuliyyətinə cəlb olunmayıblar. Baxmayaraq ki, Kənan Əvrən də, Cəlal Bayar da məhkəmədə istintaqa cəlb olunub, amma Cəlal Bayar bəraət alıb, Kənan Əvrən də vaxtsız vəfat edib. Ona görə də Kənan Əvrən barəsində ömürlük həbs qüvvəyə minməyib. Həm də o dövrdə ölüm cəzası ləğv olunduğu üçün edam cəzasına məhkum edilməyib. Ona görə də mənə elə gəlir ki, insanlarımız da başa düşməlidirlər ki, heç bir tarixi şəxsiyyət təhqir olmamalıdır. Heç bir tarixi şəxsiyyət müzakirəyə mövzu olmamalıdır. Axı, nə ehtiyac var Şah İsmayıl Xətai haqqında? Ümumiyyətlə, məsləhət görərdim ki, insanlar heç olmasa onların əsərlərini oxusunlar, heç olmasa onların Wikipediyada yazılan informasiyaları araşdırsınlar və ən azı bir şey ortaya qoysunlar. Tarixi faktlar qoysunlar ortaya. Yoxsa hər hansı bir deputatın, millət vəkilinin fikirləri ilə xoşa gəlməyən bir rəy yaratmaq, xoşa gəlməyən bir ictimai rəy yaratmaq ehtiyac yoxdur. Bugün medialarda baxıram, Elçi bəy haqqında da böhtan xarakterli informasiyalar yayırlar. Heydər Əliyev haqqında da xoşa gəlməyən informasiyalar yayırlar. Şah İsmayıl Xətai haqqında, Babək haqqında da eyni rəy yaradırlar. Və bu rəylər kənardan idarə olunan rəylərdir. Bu bəlli bir məsələdir.